Siz bu istifadə vaxtı evliydiniz də, evli olmusunuz. Hə. Yəni evli olmusunuz, evli olmaq belə. Bəs yoldaşınız necə buna münasibət bəsləyir? O belə sizi dayandırır. Qəbullanırdılar da hamısı. Mən olduğum kimi qəbul edirdilər. Və sizin sağalmaq istəməyinizdə yoldaşınızın Birinci köməyi, növbədə dəstəyi oldu, mənəvi hamının dəstəyi. dəstəyi oldu, hamının. Hamı istəyirdi ki, yəni mən narkoman ola bilərəm mən. Vəziyyət necəsə gəldi, mən özümü narkoman elədim. Amma mən narkoman kimi ölmək məcburiyyətində deyildim. Ona görə də gəldim, proqramla tanış oldum. 12 adım reabilitasiya mərkəzinə gəldim. Gec də olsa amma qəbullandım. Mən bildim ki, o həyat deyil, yəni yaşamaq deyil. Vallahi. Mənim indən sonra da ailəliyəm, mənim məsuliyyətlərim var. Mənim burada məsuliyyətlərim var. Mən burada simen aparıram. Neçə dənə uşağın taleyi var. Mən heç cürə mənlə narkotik eləmək, yəni mənim heç beynimdən keçmir də, yəni. Demirəm. Yəni sırf mən özümə onu söz vermişəm ki, mən ayıq qalacam. Nə olur olsun ayıq qalmalıyam. Bir sualıma da zəhmət olmasa cavab verin. Narkotik insanın o övlad sahibi olmasına, normal o həyat yaşamasına nə qədər təsir göstərir? Belə mən bir dənə söz deyə bilərəm ki, Ailə ilə münasibətlərinə. Narkotik istifadə edən vaxtda, yəni mən özümdə də görmüşəm, ətrafımda da görmüşəm. Yəni heç bir məsuliyyətin altına girəmirsən. İndi dəyərlər var o heç. Ailədir, uşaqdır, yoldaşdır, o öz yerində. Yəni onun sən dəyərlər var da insan. Yəni o başqa. Namusdur, qeyrətdir, hamısı öz yerində. Onu sən saxlayırsan, bir ailə kimi onları görürsən. Amma qaldı ki, məsuliyyət məsəl üçün. Mən narkotik istifadə eləməmiş heç vaxt öz ailəmi çıxardıb harasa aparmazdım. Eqom var da mənim. Ancaq mən istədiyim olmalıdır, mən istədiyim olmalıdır. Mən evdən deyəndə ki, bu çıx çölə çıxırsan, bu zibili də bir dənə paketə tullan, mən heç o zibili götürüb çıxardıb tullanmırdım, atmadım. Dediniz, amma indi mənim üzr istəyirəm böyüklərdən, yəni baxanlardan. Mənim indi qızım dünyaya gəlibdi. 35-36 günlükdür. Mən bir dəqiqə elə bir dənə məsuliyyətim var ki, yəni bir dənə fikirləşirəm ki, demək ki, sağlam həyat, yəni sağlam düşüncə olandan sonra, insan yaxşı yolda olandan sonra, həqiqətən də ailədə, uşaqda, ananda, atanında, qohum, əqrabanda çox qədrini bilirsən də, yəni həqqi yaxşı yoldur. Çox gözəl yoldur. Yəni sağlam yaşamaq kimi bu dünyada ikinci bir şey yoxdur. Mən 25 aydır demək olar həyatdayım. Mən bundan qabaq yaşamırmışam da, yəni. Ağqara görürdüm hər şeyi. İndi rəhləri görürəm, ailəni dərk edirəm, uşağı dərk edirəm. Yəni pisi, yaxşını ayıra bilirəm da. Belə vaxtda da ayırırdım, amma istəmirdim, çatmırdı mənə. Sağalma prosesi necə oldu sizə? Zəhmət olmasa ondan danışın. Sağalma prosesi oldu. Valideynləriniz qoyub qaçdılar. Sonra necə oldu? Mənim valideynlərim qoydular, qaçdılar. Mən gəldim, yaxınlaşdım, dedim, mən buraxın, mən burada qalanmaram. Bunları manipulyasiya elədim, başımı partladacam, vurub divara, özümü kəsəcəm. Əşmər mənim qayıtdı ki, səndən belə sual verim daha. Deyir, Faks, sən narkomansan, deyirəm, ha. Deyir, bir dənə özün qoy mənim yerimə. Sən rəhbərsən, mən də, sən də pasiyentsən, sənin anam mənə etibar edibdir. Mən də bilirəm ki, sən çıxıb çölə gedib narkotik istifadə ölədə bilərsən, narkotik gözünü tutulada bilərsən. Sən olsan buraxardın mənə. Dedim, yox. Dedim, mən sən niyə buraxmalıyam? Nə lazımdır sənə? Mən o qədər sevgi, qayğı göstərdilər ki. Mən özümə deyirdim, ayda, bu qədər, bunlar da asıl olub da keçmişdə. Belə yəni, bu cürə münasibət, isti münasibət mən heç arada görməmişdim. Sevgi ilə, qayğı ilə mən sağaltdılar da, çox sağ olsunlar. Yəni, sən o sevgi dəyişdirdi. 100%. İlk dəfədən ki, məni Əşmər mənim qucaqladı, bağrına bastı. O istiliyi hiss elədim, amma qəbul eləmirəm. Dedim, bu nədir? Hamı məni qucaqlayır, öpür, qeydimə qaldılar. Hər şeyimdə, yəni qulluğumda durdular, elədilər. Belə baxdım ki, qardaş, bunlar sahib elə münasibət edir. Sən niyə sağalmırsan? Siz artıq özünüz də burada vəzifəlisiniz. Yəni, Əkbər müəllimin müavinisiniz. Asıllarla necə işləyirsiniz? Asıllarla. Bəli, gələn o pasientlərlə necə işləyirsiniz? Gələn pasient, mən belə bir söz deyim də, yəni gəlirlər uşaqlar. Bunu birinci növbədə qəbul edirik. Prosedura uyğun. Qardaş, xoş gəlmisən. Mən də
Vaxtında sənin kimi gəlmişəm. Belə başa düşürəm. Sənin oyuncağın əlindən alınıbdır. Çöldə narkotikin. Həmin o narkotik istifadə edilməsi atributların sənin çöldə bir müddət məhdudiyyət qoyulubdur azadlığına. Yəni buradasan, səni bura sıxa bilər. Yəni mən də sənin kimi olmuşam. Başlayırsan buna özün danışmağa. O elə bir ki məni görür də elə bir. Özünü elə bir ki görür qıraqdan. Çünki deyir, bu hardan bilir bunları. Bunun elə bir keçidli hissləri hamısını mən ona danışıram. Proseduru başa salandan sonra buna necə ki mənə necə qayğı göstərirlər, o uşağı elə qayğı göstəririk, rəhbərlik, biz. Buna 3 gün, 4 gün, yəni burada vaxt veririk ki, biraz adaptasiya olsun, öyrəşsin. Bunun böyrünə bir dənə bundan ayıqlığı çox olan uşaq veririk. Bununla maraqlansın, özümüz maraqlanırıq. Sonra bunu qoşuruq ailəmizə. Qoşulur, proqram yazır, oxuyur, qruplarda. Bizdə ancaq qruplardandır. Yemək də qrupdur, siqaret də qrupdur, dərslərimizdir, leksiyalardır. Başlayır qrupla hərəkət eləməyə. Şükür Allah'da nəticələrimiz var. Mən özüm nəticəyəm, əli nəticədir. Mən belə baxdım ki, gördüm Əkbər müəllimin o vaxtı 3 il yarım, 4 ilə yaxın ayıqlığı baxdım, işçilər hamısı. Dedim, mən nəyə görə ayıq qalmamalıyım? Bir var deyərlər ki, filan kəs var Ərdəbildə, o ayıqdır. Elə belə eşidirsən də, amma fakt sənin gözün qabağında bu insan nəticədir. Mən nəyə görə qərəzdən yanaşmalıyam ki? Mən də inandım və heç nəyə qərəzdən yanaşmadım, deyilənləri elədim. İndi əlhamdülillah da yəni. Allah şükür olsun 25 aydır mən ayıqam. Bəs davranış pozğunluqlarını düzəltmək üçün eləyirsiniz? Çünki aslında bu davranış pozğunluqları xarakter qüsurları var, davranış pozğunluğu var. Get-gedə onu sizə deyim ki, bu proqram dəyişilmə proqramıdır. Birinci növbədə qəbullandığın birinci addım. Kapitulyasiya elədin, çölü söndürməlisən başında. Ayıqlığın artdıqca mənlə bir ay köhnə davranışlardan, davranıcı davranışlardan var idi. Mənim üstümdə mən bir ay pasiyentiyim. İkinci ayda olmur. İstər-istəməz sən dəyişilirsən. Proqramı tətbiq elədikcə həyatında. İstər-istəməz sən dəyişilirsən. Agresiya yox olur yəni. Hər şey elə bir ki 6 ay müddətdə 3 ay fizikidir, 3 ay psixolojidir. Mən belə qısmasa, yəni mən burada nadirçilik eləyəmərəm ki, mən bir dəqiqə əsəbləşmirəm, eləmirəm. Mən də asılı insanam, mənim də defektlərim var. Mən də elə olur ki, əsəb. Amma mən köhnəki elədiyim nadirçilik eləmirəm, yalan danışmıram, Allah uzasın, oğurluq eləmirəm. Heç kimdən heç nəyə gizlətmirəm. Mənə olmayan şeyləri eləmirəm. Lap da elədimsə mən onu gəlib bölüşürəm. Mənim öndə gedənlərim var, mənim rəhbərim var. Müdürlə danışıram, öndə gedənlərimə deyirəm. Mən evimi indi də bu faktla sağalma yolundayım. Evimə yalan danışmıram, aldatmıram, nadirçilik eləmirəm, heç nə. Nə lazımdır, bütün deyilənləri mən yenə də həyatımda tətbiq edirəm. Dəyişilmişəm də. Həm fiziki cəhətdən, həm davranış cəhətdən özümdə hiss edirəm. Görənlər də deyir ki, hə, maşallah olsun, dəyişilib. Narkotik istifadə elədiyi müddətdə kiməsə şiddət və agresiya göstərmirsən? Nə göstərməm? Özümə də şiddət eləmişəm, özümü kəsmişəm də. İntihar eləməyə cəhd eləmişsən? İntihar eləməyə cəhd elə mən demək olar hər gün ölürdüm, dirilirdim da. Mən o narkotik istifadə edəndə mənim qarantinam yox idi ki, mən bunu artıq özə istifadə edib öləcəm ya yox. Şiddət də göstərirdim, dava dalaşlarda olurdum, agresiya da göstərirdim. Demək olar heç normal günüm olurdu ki. Ancaq necə vəsvəsə altında yaşayırsan da. Yəni evdəkilərə göstərdin agresiyanı yoxsa kənardakılara? Hamıya. Özümə də. Deməli, o uşaqlar ki, hansı ki çətinliyi var, çətindən çıxadın, bəlkə ailədə problem var, o narkotikə üz tutmaq istəyir və hansı insanlar ki, hazırda narkotik istifadəsindədir. Sizin onlara sözünüz nə olar? Mən birinci növbədə lap yaxşı bir şey vurğuladınız. Yəni, mən üzümü tuturam buradan yeni yetmələrə. Ən pis vaxt var da, insanlarda, uşaqlarda. Mən özümdən götürəm, mən 9 sinifdə oxuyanda mən meyil göstərdim. Yəni, eləməsinlər də, demək olar həyatlarında hansısa uşaq indiyə kimi narkotiklə tanış deyilsə, o həyatda bir yox 2 addım öndədir. Kimsə də əgər ola bilər, düşər, böyründə eləyərlər. Lap deyərlər ki, yaxşı şeydir, gedək bir dənə eləyək. Yəni, oradan bu bir dənə onu eləsin ki, qaçsın da yəni. Yeriyə yox, qaçsın, oradan qaçsın.
Gəlsin bölüşsün, valideynlə də bölüşə bilər. Əgər o həmin uşağın özündən böyük qardaşı varsa, deyə bilər ki, qardaşım, məni də təklif elədilər. Mən qaçdım. Xahiş edirəm gələnə bu çox bataqlığa batmamış bunu da bir şeydən azad edək. Əgər hansısa uşaq indi narkotik istifadə edirsə, mən onu deyə bilərəm ki, bir müddətə kimi dayan. Nə qədər ki evdən bilmirlər, nə qədər ki böyürbaşı bilmir, nə qədər ki pulu var, bir müddətə kimi onun üçün yaxşı olacaqdır. Yaxşı bir tərəfi yox da onun üçün yaxşı olacaqdır. Yəni vaxtında qəbullansın, vaxtında gəlsin. Əgər elə bir şey, yaxşı bir şey olsaydı, vallahi dünya bundan mübarizə aparmazdı. Bəşəriyyətin bəlası deyirlər buna. Bax, məni özlərinə nümunə götürsünlər. Yəni, mən nə qədər şey gəlib mənim başıma, narkotik mənim həyatımı məhv elədi da. 14 ilim oldu. 14 ilimi. 14 il, elə belə il deyil. Şahsıma xətayı 14 yaşında hakimiyyət idarə edirdi. 14 il elə belə şey deyil. Gəlsinlər, üst tutsunlar. Bizim reabilitasiya mərkəzi var, 12 adım reabilitasiya mərkəzi var, Azərbaycanda başqa mərkəzlər var. Maraqlansın, valideyn maraqlansın ki, belə bir dənə yer var. Qoy gedim, maraqlanım, danışım, tanış olum. Sonra da uşağımı gətirim elə burada biz də danışaq. Buna hər şeyi göstərək ki, qardaş, vallahi bu yol deyil da yəni. Öləsən 3 dənə yer var. Narkotik istifadə edilən 3 dənə getdiyi yer var. Xəstəxana, dəlixana, həbs. Bir də Allah uzaq eləsin, torpaq 100%. Nə qədər ki gec deyil, bu həyatda heç nə üçün gec deyil. Bir dənə çalışasan ölməyəsən. Öldünsə gecdir. Amma nə qədər ki sağsan, bir ayağın da olmaya bilər. Qolun da olmaya bilər. Amma sənin nəfəsin varsa, gəl vaxtında yəni, tutar da bu bəladan. Özünlə bir yerdə o istifadə edən hamını öldürür. Söhbət elə ölüb qurtarmaq deyil. Yəni, onları elə də öldürür da yəni. Ananı öldürür, bacını öldürür, uşağı öldürür, atanı, cəmiyyəti, hamıya ziyan vursan sən. Babək, bəs əslində bayaq bu sualı verəcəkdim. Sən o ətrafında olduğun yəqin hansısa bir klubda istifadə eləmsən, narkoman tanışların olub, yəni tək olmamısan. Yəni o vaxt tanışların narkotik istifadəçilər arasında olub. Onlar arasında periodozdan ölənlər olub. Dəfələr mənim gözüm qabağında ölən oldu. Görmüşəm ki, filan kəs hay düşdü, ay nə oldu, periodozdan öldü. Ölüm də, niyə? Ölümdür da. Mənim də ölüm gözləyir də gəlməsəydim. Çünki narkotik istifadə eləyə, dozanı qaldırırsan, fikirləşsən ki, bunu vuracam, dünən elədim, mən təsir eləmədim. Bir dənə artıq bir dənə doza vursan, gözlərini yumursan, ölürsən. Mən həyatda heç nə çəkindirmirdim, mən özümə yaxın buraxanmırdım, qəbul eləyə bilmirdim da. Ancaq demirəm, mən heç arada qutaramamışdım deyənə, azad eləyə bilməmişdim özümü. Heç ara mənim gücü çatmadı. Detokslar, həbsxanalar, evdə müalicələr. Fikirləşirdim ki, onsuz da bunun çıxış yolu yoxdur da. Evdə nə müalicə edirdin? Mən sistem qoşdururdum da. Adi bu cəmaət gətirir 3 dənə sistem qoyur, valideyn də elə bilir ki, 3 dənə sistemdən sonra vəsə, bu eləməyəcək. Mən narkotik istifadə edib gəlib sistemin altında sistemi köçdürürdüm. Yəni periyodoz da sənin gözün qorxutmurdu? Yox, heç nə. Nabarat deyirdim, canımı qutarar. Amma buranı tanıyana kimi mən bildim ki, yox. Həyat var. Həyat var, xilas olmaq var. Allah vasitəsi yaradıbdır. Mərkəzlər açılıb. 12 adım reabilitasiya mərkəzi var. Əkbər müəllimə indi də minnətdarlıq edirəm. Ömrümün axırında kimi də minnətdarlıq edəcəm. Bizim komandamıza, mən öz valideynlərimə minnətdarlıq edirəm. Kimin köməyi olubdur mənə, mən hamısına minnətdarlıq edirəm bu həyatda. Birinci növbədə Allahıma minnətdarlıq edirəm ki, Allah məni qoymadı, imkan vermədi narkoman kimi ölməyə. Biz bilirik ki, sən təzəcə qızın doğulub, sən də bayaq elə qeyd elədin 35 günlük. Və sən qızına necə ata olmaq istəyərsən? Yəni necə ata olacaqsan? İnşallah ki, yəni belə bir çıxmasın. Mən özümdən götürüm. Yəni mən ata olsam heç vaxt, yəni narkoman bilərəm ki, falan kəs hansısa insanın atası narkotik istifadə edəndir və yaxud qız olsun, oğlan olsun, fərqi yoxdur. Mən evladımı heç vaxt həmin uşağın yanına qoymaram. Çünki Teymur mənim qız evladım var. Mən ona inşallah ki, yəni bir dənə başıma qoymuşam ki, necə, atalar necə olur, mən öz atamı necə görmüşəm, yəni mən qızıma da elə bir ata olmalıyam. Çünki onun taleyi, onun məsuliyyəti məndədir. İnşallah ki, bundan sonra da həyatımda hər şey yaxşı olacaq. İnşallah.
Babək, sən bayaq qeyd etdin ki, 14 il istifadə müddətin olub. 14 il də az müddət deyil. 14 Bir il yeniyetmənin Ha, həyatıdır, ha. həyat müddətidir. Artıq qızın da var. Bundan sonra sənin planların nədir? Nə düşünürsən? Həyatında nə kimi planları onları gerçəkləşdirəcəksən? Mənim məqsədlərim var birinci. Məqsədlərim var ki, mən 14 il itirdiyimi mən təzə-təzə demək olar ki, necə deyim? Yəni qazanıram. Yavaş-yavaş qazanıram, yavaş-yavaş. İndən sonra da mənim bir dənə məqsədim var ki, bu 14 ildə nələrsə itirdiklərim hamısını həyata keçirəcəm də yəni. Mənim məqsədim var. Birinci məqsədim mənim ayıq qalmaq. Mən ayıq qalandan sonra bir dənə söz var. Yaşa və ətrafdakiləri yaşat. Mən yaşayandan sonra mənim ətrafımda yaşayacaq. Məqsədim odur ki, bir dənə narkotikdən uzaq, aləmlə Allah nə qədər ömür qismət eləyib, xoş firavan yaşamağı arzu edirəm də, özümə də bütün asılılıqdan əziyyət çəkən insanlara. Və yəqin ki, onlara hansı ki insanlar asılıqdan əziyyət çəkirlər, onları da sağlam həyata çağıracaqsan. Mən indi də çağırıram. Mən indi də yeri gəlsə gedib onlara yalvararam da, onlara xahiş eləyərəm, onlara 10 saat, 15 saat söhbət edirəm ki, qardaşım, bir dənə gəl bizim yanımızda ol. Yəni bu həyatdan uzaq ol da vallahi. Allah heç kimə göstərməsin. Hamıya da buradan uğurlar arzulayıram, bütün sağalan qardaşlara, bütün çöldəki əziyyət çəkən bütün narkomanlara da buradan səslənirəm ki, qardaş, gəlin əl ilə verək sağalıqda, biz bir yerdə güclüyük, tək bacarmayasın. Və valideynlərə də uşaqlarını qorusunlar. Valideynlərə də buradan səslənirəm ki, adi xırda bir şey gördülərsə, göz qızarmaq, gecə yatmamaq, arıqlamaq, qaranlıqda oturmaq, ayaq yolunda saatlarla qalmaq, bizim səhifədə nömrəmiz var. Zəng edib kömək istəsinlər. Gec olmamış. Sizdən minnətdarlıq var. Çox sağ olun. İşıqlandırırsınız. Allah razı olsun. Sağ ol. Biz də sənə təşəkkür Çox sağ ol. edirik bizlə bölüşdüyün Sağ ol. üçün.